Azad olunan ərazilərə böyük qayıdış davam edir. Bugün Ağdamın Kəngərli kəndində növbəti köç kərvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşan ailələrdən ibarət köç kərvanı Qaradağ rayonundan yola düşüb. Bu mərhələdə kəndə 232 nəfər olmaqla 49 ailə köçürülüb. İllərin vətən həsrəti sona çatır. Gözlərində sevinç, ürəklərində isə doğma yurda dönüşün həyəcanı var. Uzun illərdən sonra vətən torpağına qovuşurlar. Bəziləri üçün bu yeni həyatın başlanğıcı, bəziləri üçün isə keçmişə atılan addımdır. Yeni həyatdır, yeni işə başlayacağım. İnşallah övladlarım, böyük oğlum Qarabağ Universitetinin tələbəsidir. Balaca musiqi ilə məşğuldur, Davud Nəbiyev. Onlarla yəqin məşğul olaram. Həqiqətən mən çox sevinirəm ki, öz evimə, öz obama qayıdıram. Mən 44 günlük müharibədə yatmadım, çox həyəcan keçirdim və hər Qarabağın bir qarış torpaq alınanda çox sevindim. Şəhidlərə Allah rəhmət eləsin, qazilərimizə də can sağlığı versin inşallah. Bugün baş tutan köçdə nəzərə alınmaqla Ağdam rayonunun Kəngərli kəndinə cəmi 109 ailə, 487 nəfər köçürülüb. Bakıda yola salınan köç karvanı Kəngərli kəndinə çatıb. Yeni tikilmiş fərdi yaşayış evlərinin açarları sakinlərə təqdim olunub. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 mindən çox insan yaşayır. Günəş Rzayeva, Diana Cəlali, Spice xəbər.